Bugün size maceralarla gelmişam ama öz maceralarım değil, yumağın maceralarıyla bəs görəsən. Yumaq kimdir? Dayan. Özüm tanış edeceğim. Mən cəsur, axıllı kirpi, yumağam. Mən isə şabalıyam. Yanımdakı bu şirin. Bak kız, benim kızım pambıqdır. Mən isə müdrik, ay qoyam. Mən isə təbii olacağım. Meşədə kim xəstələnsə tez mənim yanıma qaçır. Mən isə meşədə ağaclardan müxtəlif fiqurlar yonan dıkam. Onu deyim ki, bu fiqurları yaxşılıq etməyi bacaranlara hədiyyə edirəm. Yumaq və dostlara təsadüfən bir məktub tapırlar. Onlara verilən ipuçlarıyla heç tanımadığı bir şəhərə gedib çıxırlar. Orada isə yumağı tanımadığı insanlar yatsa belə yuxusunda görməyəcəyi Antarktidaya aparıb çıxarırlar. Axı kirpilər soyuğu sevmirlər. Bəs orada yumağın başına nə işlər gələcək? O soyuğa dözə bilirmi? Dostları onu tapmağı bacaracaqmı? O öz doğma meşəsinə qayıtmağı bacaracaqmı? Bak bu suallara cevap tapmak için yumağın maceralarını okumalısan